Gədəbəy rayonunda əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində meliorativ tədbirlər davam etdirilir. Su təchizatı sisteminin dayanıqlığının artırılması məqsədilə rayon ərazisində mövcud xətlərə mütəmadi nəzarət olunur. Baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Görülən işlər nəticəsində abonentlərin su təminatında yaranan fasilələrin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi təmin edilir. Son illər içməli su təchizatı üzrə Gədəbəy rayonunda görülən işlər rayon sakinlərinin razılığına səbəb olub. Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təmin edilməsi üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Gədəbəy su meliorasiya sistemlərinin istismar idarəsi işlərini günün tələbinə uyğun olaraq qurub. Bundan başqa rayonda tullantı sularının axıdılması sahəsində də işlər icra olunur və yeni çirkab su təmizləyici qurğu tikilib. Hazırda qurğuda testlər aparılır və yaxın zamanda istifadəsi nəzərdə tutulur. Hal-hazırda dayandığımız yer çirkab su təmizləyici qurğunun tikintisi aparılan ərazidir. Çirkab su təmizləyici qurğunun tikintisi başlanılıb, hal-hazırda son tamamlama işləri gedir. 3500 kub metr gün tutumu olan çirkab su təmizləyici qurğunun tikintisidir. Burada hal-hazırda ərazidə görürsünüz. Buranın tam təmin Gədəbəy rayon şəhərinin kanalizasiya sisteminin təmizlənməsi hamısı burada aparılacaq və bu ərazidən su təmizlənərək gördüyünüz çay axıdılır. Hal-hazırda çirkab təmizləyici qurğunun tikintisinin demək olar ki, quru testi aparılıb, hal-hazırda su testinin aparılması gözlənilir. Gədəbəy su meliorasiya sistemlərinin istismar idarəsi ümumilikdə 2651 abonentə içməli su xidməti göstərir. Bunlardan 2564 əhali və 87 qeyri-əhali abonentlərdir. 2026-cı ilin birinci rübü ərzində əhaliyə 24 saat fasiləsiz su xidməti göstərilib. Bundan yanaşı mövcud qrafika uyğun olaraq 4 ədəd ambar yuyularaq dezinfeksiya olunub. 7 ədəd su ambarlarının 4 ədəd nasos stansiyalarının ərazilərində abadlıq işləri aparılıb. Xidməti ərazidə baş verən su və kanalizasiya qəzaları operativ şəkildə aradan qaldırılıb. Nasos stansiyalarında profilaktik işlər aparılıb, nasoslar sazlanıb, sirtmələr təftiş olunaraq təmir olunub. Rüb ərzində 54 qəzamız baş verib. 54 qəzadan 39-u su şəbəkəsində baş verib. 15 ədəd kanalizasiya tutulmalarından əlaqədar qəzalar baş verib. Hal-hazırda dayandığımız ərazidə kanalizasiya tutulmasından bağlı işçilərimiz işləyirlər. Kanalizasiya tutulmasını aradan qaldırırlar. Gədəbəy su meliorasiya sistemləri istismarı idarəsində işçi personal vaxtında qəzaların aradan qaldırılması üçün tam səylə çalışırlar və qəza baş verən zaman gün ərzində çalışırıq qəzaların aradan qaldırılmasını tam bərpa eləyək. Qeyd edək ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Gədəbəy rayonuna Südlü Bulaq su mənbəyindən magistral su xətti çəkilib. Bunun üçün rayon ərazisində 7 ədəd su ambarları tikilib. Mənbədən daxil olan su bir nömrəli ambarda zərərsizləşdirilərək digər ambarlara ötürülür və 24 saat əhaliyə fasiləsiz içməli su verilir.